Salam əziz izləyicilər. Demək 1 mart 2026-cı ildə OTK-nın buraxılış fənləri üzrə keçirdiyi sınaq imtahanı suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək baxıram sinif 11 31-ci sual. Demək 34A 3 rəqəmli ədədi deyil, 3-ə tam bölünərsə A-nın ən böyük qiymətini tapın. Demək 3-ə bölünmə qaydası nədir? Rəqəmlər cəmi 3-ə bölünərsə həmin ədəd 3-ə tam bölünmüş olar. 3-dən 4-ün cəmi 7 olur. Üstəgəl A. Baxın 7 plus A 3-ə tam bölünməlidir. A-nın qiyməti nə olmalıdır ki, üzərinə 7 gəndə 3-ə tam bölünsün? Baxın 2 olsa 9 olar. Düzdürmü? Məsələn 9-dan sonra 3-ə bölünəcək nədir? 12. 12 olması üçün 5 olmalıdır. 12-dən sonra 3-ə bölünən ədəd 15-dir deyə 8 olmalıdır. Bizə də A-nın ən böyük qiyməti dediyinə görə biz bilirik üzərində xətt varsa A burada rəqəmdir. Ona görə A-nın ala biləcək ən böyük qiymət 8 olur. Növbəti baxıram 32-ci suala. Demək, y bərabər ax kvadrat plus bx plus c funksiyasının qrafik apsis oxunun mənfi 1, 0, 5, 0 nöqtələrində kəsir. Funksiyanın artma aralığını tapın. Baxın, funksiyanın artma aralığı, qrafika baxanda görürəm. Baxın, buradan bura artır. Bu hara qədərdir? Bu m-ə qədər artır. Baxın, burada artır. Burada artıq nə baş verir? Burada artıq azalma baş verir. Demək ki, buradan qrafikdən görürəm ki, mənfi sonsuzluqdan m-ə qədər artandır. Artan. M-dən müsbət sonsuzluğa artıq nə baş verir? Azalma baş verir. Bu da azalandır. Demək, bizə nə lazım? M lazım. Demək, bizim funksiyamız ax kvadrat plus bx plus c yəni bu şəkildə funksiyadır. İndi x-ı mənfi 1-də kəsirsə, demək, x-a mənfi 1 verəndə y 0 olmalıdır. X-a mənfi 1 versəm, bu arada y arada kəsir. Onu da deməyib bizə. Gəlin köklərlə gedək. Demək, x-i kəsdiyinə görə y 0 olmalıdır. Bu şəkildə olmalıdır. Hər tərəfi a-ya bölsəm, oldu bu şəkildə. Demək, köklərinin cəmi, bizim köklərimiz x-i kəsən nöqtələrdir. Mənfi 1 ilə 5-dir. Düzdürmü? Köklərin cəmi mənfi 1 üstəgəl 5. Baxın, x-in əmsalının əksi mənfi b böl a olur. Buradan da mənfi b böl a bərabər 4 olur. Buradan da b böl a-nı tapıram ki, mənfi 4 olur. Bu olsun belə. Biz artıq b böl a-nı tapandan sonra m-i təyin edə bilərik. M-in tüstürü nə idi? Mənfi b böl 2a-dır. Baxın, burada elə b böl a-nın qiyməti mənfi 4 olduğunu nəzərə alsam, mənfi b böl a vur 2 ilə 1 deməkdir. Elə ki, bura. Mənfi b böl a böl 2 ilə 1. Vur 2 ilə 1. Buradan da b böl a mənfi 4 olduğuna görə mənfi 4 vur 2 ilə 1. Burada gedir, qalır 2. Demək, m nəymiş? 2. Bizə də funksiyanın artma aralığı deyir. Artma aralığı mənfi sonsuzdan m-ə qədərdir. Mənfi sonsuzdan 2-yə qədər. 2 təbii ki, daxil. Cavabı olur E variantı. Yəni, fərq üstündən də yazmaq olar. Köklərlə də getmək olar. Növbəti baxıram 33-ə. ABC düz bucaqlı 3 bucağında B 90'dır. Olsun belə. Belə götürüm. Demək, B 90 ABC 3 bucağıdır. A 2 mənfi 1. B mənfi 1 3. BC-ni verib bizə 12. AC tərəfinin uzunluğunu istəyir. Baxın, normalda 2 nöqtəyə görə biz AB məsafəsini tapa bilərikmi? AB məsafəsi bərabərdir. Kök altda x1 çıx x2-nin kvadratı. Məsələn, mənfi 1 çıx 2. Eləyir mənfi 3 kvadrat 9 üstəgəl. 3 çıxılsın mənfi 1. Olur 4 kvadrat 16. Kökü 25 oldu 5. Demək, AB məsafəsi 5 olmuş oldu. Bizə AC lazımdır. Artıq Pifagora görə tapa bilərik.
Burada x olur neçə? 13. Bizə də AC-ni istəyir. Cavab A variantı. Növbəti baxıram 34-ə. Tənqlə sistemindən x minus y fərqini istəyir. Demək 2x üstəgəl 3y bərabərdir 7-yə. X plus 2y bərabər 8-ə. Bizdən x minus y fərqini istəyir. Artıq biz dəyişən itirməklə gedə bilərik. Məsələn, aşağını vururam 2-yə. Olur 2x üstəgəl 4y bərabərdir 16-yə. Baxın, bundan bunu çıxsam 2x'lar burada gedər. 3y-dən 4y çıxsam qaldı mənfi y. 7-dən də məsələn 16-nı çıxsam oldu mənfi 9. Y tapıram burada 9. Y 9 tapandan sonra istənilən tənlikdə nəzərə ala bilərəm. Məsələn, burada nəzərə alaq. Demək, x üstəgəl 18 bərabərdir 8-ə. X bərabər mənfi 10-a. X var, y var. Bizdən x çıx, y istəyir. Mənfi 10 çıx 9. Oldu mənfi 19. Yəni C variantı. Növbət baxıram 35-ə. İfadəsini sadələşdirin. Baxın, orada verib 1 minus i. Bir də verib 1 minus i üstü 7. Demək, məxrəcdə 1 çıxılsın i üstü 10. 1 üstəgəl i üstü 4. Normalda kompleksdə standart forma nə olmalıdır? İ'nin qüvvəti həmişə 1 olmalıdır. Yəni, 1-dən fərqlisi artıq nə etməliyik? Biz xassəyə tətbiq eləməliyik. Məsələn, qüvvət 7-dir. Həmişə 4-dən böyüksə 4-ə böl, qalıq götür. Bu 1 minus i. 4-ə böləndə qalıq nə qalır? 3. Olur i kubu. I kubunun özü mənfi i deməkdir. Yazıram 1 çıx. Elə bir ki, bu mənfi i olur. Burada artıq mənfi qarşı-qarşıya gəlir. O üstə gəl i olmuş oldu. Onu böldüm 4-ə. Qalıq qaldı 2. Baxın, bu nə deməkdir? Bu i kvadrat deməkdir. I kvadrat mənfi 1 deməkdir. 1 çıx, elə bir ki, mənfi 1 olur bu şəkildə. 2 mənfi qarşı-qarşıya gəldi, oldu müsbət 1. I üstü 4-ün özü 1 deməkdir elə. Oldu bu şəkildə. Məxrəc oldu. Demək, 2 vur, 2. Sürətdə olur nə? 1 çıx, i kvadrat. Kvadratlar fərqi. Demək, 1 çıx, i kvadrat mənfi 1-dir. 2 mənfi qarşı-qarşıya olur, müsbət 1, məxrəc 4. Oldu 4-də 2. Bu da oldu 2-də 1. 2-də 1-də nə oldu? C variantı. Növbəti baxıram 36-ya. Demək, sürətdə 2 tangens x bölünsün 1 çıx tangens kvadrat x bərabər nəyə? 1-ə. Baxın, bu bizə 2 qat arqumentə görə tangens 2x-i vermi? Buradan da artıq dərəcədə nə varsa bərabərdir. Tangens 1-i alır 45-də pi bölü 4 üstəgəl pi k. Buradan hər tərəfi 2-yə bölsəm pi bölü 8 üstəgəl pi k bölü 2. Baxın, bu şəkildə. Bu da oldu nə? Pi bölü 8 üstəgəl pi k bölü 2. Yəni B variantı. Baxıram 37-yə. Demək, gəlin onu vurub açaq. Demək, x, y-in kubu çıxılsın x üstəgəl y, x-in kubu çıx y. Məxrəcdə də x, y çıx 1. Baxın, burada bununla bunu 1 götürsək, hər ikisindən x, y ortaq çıxsa, qalacaq nə? X kvadrat üstəgəl y kvadrat mı qalır? PDF-də yaxşı düşmür deyəsən, yəqin o kvadrat olmalıdır. Çünki kubla işimizə yaramır. Kvadrat olar yəqin ki. Demək, kvadrat olsa, hər ikisindən buradan x, y çıxartsaq çölə. Oldu artıq x, y vur, x plus y. Baxın, bu hər ikisi mənfidir. Mənfini qarşıya versək, baxın, bu da bu şəkildə olur. Məxrəcdə x, y çıx 1. Sürətdə yenə x plus y ortaq çıxartsaq, qaldı x, y çıx 1. Məxrəcdə x, y çıx 1. Bunlar da belə gedər.
Onlar x plus y bu şəkildə. Yəni D variantı. Növbəti baxıram 38. AB çoxluqları üçün NA7, MB4, BA-nın alt çoxluğudur. Bir dəqiqə. Demək B A-nın alt çoxluğudur. B A-nın daxilində yerləşir. NA7-dir, MB4. Baxın, MB4-sə, bura qalır 3. Niyə? Çünki NA7 olmalıdır. A ilə B-nin birləşməsi 7 olur. A ilə B-nin kəşməsi 4 olur. Cavab 11 olur. E variantı. Növbəti baxıram 39-a. Demək, kökdə 17 çıxılsın 3. Ədədin də kəsr hissəsini tapın. Yadda saxlayın. Məsələn, burada 3-lə də, yəni 3-ü saxlayıb da gedə bilərik. Amma yəni bu tip suallarda baxın. Yəni biri kök, digər bir tam ədəddirsə, biz burada tam ədədi nəzərə almadan, baxın, nəzərə almadan biz kök 17-nin təqribi qiymətini taparıq. Kök 17-dən təqribi nə çıxır? 4 tam neçə? 4 tam onda 2 olsun. Onda bunun tamı oldu 4. İndi baxın, verilən ədəddən, kəsəni tapmaq üçün nə etməliyik? Verilən ədəddən çıxıram tam hissəni. Bu da olur kök 17 çıxıq 7. Bir dəqiqə üzr istəyirəm. Səhv getdim bunu. Burada təqribi qiymət opsiya almalıyam. Baxın, kök 17-dən təqribi çıxır. Məsələn, 4 tam neçə? 4 tam onda 2 olsun. Onda təqribi qiymət nə baş verir burada? 4 tam onda 2-dən 3 çıxanda olsun 1 tam onda 2. Demək, bunun tamı nə oldu? 1 oldu. Baxın, kəsr hissə tapanda, baxın, bu tamı nəzərə almasanda olar. Verilən ədəddən, ehtiyac yoxdur, yerə gedirəm ki. Elə verilən ədəddən çıxıram tamı. Nə verəcəm mənə? Kök 17 çıxıq 4. Cavab A variantı. Bayaq dediyim qayda, baxın, nə demək istəyirəm orada? Bax, məsələn, bizə kök 17 minus 3 verib, düzdürmü? Bizə kəsr hissə istəyirsə, biz burada olan tam ədədi nəzərə almadan yaza bilərik. Necə? Kök 17-dən təqribi çıxır 4 tam neçə? Bunun tamı 4-dür. Kəsr isə, baxın, bu tamı nəzərə alma. Burada kök nədir? Kök 17-dən. Elə kök 17-dən 4-ü çıxsan, elə bu verilən ədədin, baxın, bu verilən ədədin elə kəsr hissəsi olur. Yəni, eyni ifadə almış olursan. Bu şəkildə də düşünə bilərsiniz. Yəni, burada həmişə tam hissəni, məsələn, atıb kənara köklə yaza bilərsiniz. O niyə elə olur? Çünki biz kəsr hissəni tapana deyirik ki, verilən ədəddən, baxın, verilən ədəddən tam hissəni çıx. Onsuz da verilən ədəddən tam hissəni çıxan, orada 3-lər yenə getmiş olur. Ona görə, yəni, tam hissəni nəzərə almadan da yaza bilərsiniz. Növbət baxıram 40-cı suala. Demək, otacan radisi 4 olan konusun yan səthinin sahəsi 36 pi olsa doğranın uzunluğunu tapın. Demək, baxın, bizdə bir dənə konusumuz var. Belə bir konus olsun. Bunun otacan radisi 4. Konusun yan səthinin sahəsi 36 pi. S yan nəyə bərabər konusda? Pi, L. L doğrandır. Demək, pi vurulsun radiusumuz 4, doğranı bilmirəm. Sağa bərabər 36 piyə. Buradan pilər gedər. L bərabər olur nəyə? 9. Bizə də doğran istədiyinə görə B variantı. Tam buraxılış tipində sualdır. Baxıram 41-ə. Demək, bizə belə bir üçbucaq verib. Bura A, bura B, bura C. Demək, D, E. Görə 3-dən 6-dır mı? Hə. AD 3, BD 6, DE'də 2. Bizə BC'ni istəyir. Normalde baxın, bu üçbucaqlar, baxın, bu üçbucaq oxşardır. Yəni ABC, sarı rəngli üçbucaqla, baxın, bu göy rəngli üçbucaq nədir? Oxşardır. Göydü, yaşıldı. Onların arası bir şey. Baxın, bunlar oxşardır. Niyə? Çünki DE, BC paralelsə, bura alfa onda, burada alfa olur. Bura betadırsa, burada betadır. Artıq üçbucaqda iki bucaq bərabərdirsə, artıq üçüncüsü avtomatik bərabər olmuş olur. Onda biz deyə bilərik ki, ABC üçbucağı ilə ADE üçbucağı oxşardır. Artıq oxşardırsa, məsələn, kiçik üçbucağa görə betanın qarşısı 3-ün,
Böyük üçbucağa görə betanın qarşısı 9-a nisbədir, bərabərdir. Kiçik üçbucaqda məsələn qammanın qarşısı 2-nin, böyük üçbucaqda qammanın qarşısı x-a nisbədir, bərabər olmalıdır. Buradan da 3x bərabərdir 18, x bərabər nə olur? 6. Yəni ki, D variantı. Növbəti baxıram 42-ci sual. Demək, sinus alfanı verib bizə 3'də 1. Baxın, bizdən tangens kvadrat alfa istəyir. Bunu, məsələn, istənilən trigonometrik funksiyanın məsələn, qiyməti verilirsə, biz üçbucaqlar qaydasına görə yəni, qalan hamısını tapa bilərik. Məsələn, alfa bura olsun. Sinusun tərifi nədir? Qarşı katet bölü hipotenuz. Bura olsun k, bura olsun 3k. Pifagora görə 9k kvadrat çıx k kvadrat olur 8k kvadrat. Bu oldu 2 kökdə 2k. İndi baxın, tangensin tərifi qarşı katet bölü bitişik katet. Qarşı katetimiz k, bitişik katet 2 kökdə 2k. Buradan k'lar gedər. 1 bölü 2 kökdə 2 olur. Baxın, burada k ilə yazmaya da bilərsən. Amma ətraflı sualda mütləq k ilə yazılmalıdır ki, məsələn, biz deyə bilmərik axı. Bəlkə bura 2, bura 6'dır. Nisbət yenə 3'də 1 verir. Bəlkə bura 3, bura 9'dur. Ona görə siz k ilə yazmalısınız. Yəni, qapalıda çox da vacib deyil. Onsuz da cavab lazımdır. Amma ətraflıda bunlara fikir verin. Bizə də tangens kvadrat alfa lazımdır. Yəni, bunun kvadratı olur 8'də 1. 8'də 1. Yəqin budur. Yaxşı görünmür. Elə o olmalıdır. Növbəti baxıram 43'ə. Demək, baxın, belə bir çevrə var. Bu bizdə mərkəz. Yəni, mərkəzdən gedir. Bu toxunan. Bu da bir vətər. Deyək, mərkəz O nöqtəsində olan çevrəyə BC toxunanı çəkilmişdir. Görürəm. A bucağı 40 dərəcə. Baxın, bura 40. C-ni istəyir bizdən. Baxın, burada nə edirəm? Bu mərkəzdən toxunan radius çəksəm. Bura 90 dərəcə verirmi? Radiusa toxunan 90 dərəcə olur. Düzdür mü? Baxın, bunlar hər biri radius olduğuna görə bərabər yanlış bucaq. Bura olur 40 dərəcə. Bura bütöv 130 oldu. Baxın, 130. 40. Oldu 170. Burada düşdü 10 dərəcə. Cavab A variantı. Növbəti demək 43 dedik. 44'ə baxıram. ABC üçbucağında CD median. Bu bizdə ABC üçbucağı olsun. CD baxın median. M nöqtəsi medianların kəşmə nöqtəsidir. Demək, burada M nöqtə medianın kəşmə nöqtəsidirsə, bura 2k bölü k nisbətdə bölünür. Çünki burada median, belə də median olanda 2 bölü 1 nisbətdə bölünür. BM'də 5, BM'də. Deyək. Baxın, buranın sahəsi buranın sahəsi oldu 5. Mənə ABC üçbucağının sahəsini istəyir. Diqqətlə qulaq asaq. Baxın, normalda üçbucaqda bu sarı rəngli üçbucağa bir dənə fikir verək. Bu sarı rəngli üçbucağa baxın. Üçbucaqda baxın, bu hər hansı bir sarı rəngli olan üçbucaqda bu hər hansı bir düz xəttdir. Həmin düz xətt qarşı tərəf hansı nisbətdə bölürsə, onda həm bu üçbucaqların sahələri də həmin nisbətdə bölünməlidir. Demək, buranı da bilmirəm, S1 deyirəm. Yəni, demək istədim olur ki, S1'in S-ə nisbəti 2K-nın K-yə nisbəti bərabər olmalıdır. Buradan da S1 bölü 5 bərabərdir 2-yə, S1 oldu 10. Demək, bura oldu 10. Onda belə çıxır ki, bu sarı rəngli üçbucağın sahəsi oldu 15. Bunu da yadda saxlayaq ki, üçbucaqda median çəkilirsə, sahələri bərabər olan 2 dənə üçbucağa ayrılır. Onda belə çıxır ki, baxın, S, BCD bərabər olmalıdır S, ACD-yə. BCD 10'dursa ACD də 10 olur. Onda bütöv ABC üçbucağın sahəsi 10 plus 10, yəni 20 olur.
Cevap olur nə? ABC şuran sayısı 20. Bir dəqiqə üzr istəyirəm. Yazmışam 10 götürürəm. Bu ikisinin cəmi neçə eləyir? 15 eləyir. 15. S1 10'du. 5'den 15. BC'de 15'ti. Yani BC'de de 15'ti. AC'de de 15'ti. Onda 15'lerin cəmi olur. Az qala səhv gedirdim. İndi yoruma yazacaqlar ki, müəllim cavab 30'du 20 değil. Axıra qədər baxmayanlar. Cavab 30 olur. Demək növbət baxıram 45-ci suala. AB və C ardıcıl tək ədədlərdir. Mesela ardıcıl təksə bu olsun, nə bilim 1, bu 3, bu 5. Mesela üçün. Bizə A çıx B, üstəgə C minus A, üstəgə B minus C. Baxın, bunun qiymətini istəyir. A 1'dir, B 3'dür. Çıxanda mənfili deyə qarşıya mənfi atıb yazıram. C'dən A'nı çıxanda 5'dən 1'i çıxanda müsbət eləyir. Müsbətsə olduğu kimi. B'dən C çıxanda mənfi eləyir. Mənfi isə qarşıya mənfi atıram. Müsbətə vuranda olduğu mənfi mörçədə B minus C. Baxın bu şəkildə. Mənfi A üstəgəl B üstəgəl C minus A çıx B plus C. Demək burada nələr getdi? Buradan B'lər gedər. Qaldı. Demək C ilə C oldu 2C. Çıx 2A. Oldu bu şəkildə. Bizə ədədi qiymətini tap dediyinə görə demək baxın. İstənilən ardıcı tək ədəd yazsaq nə baş verəcək? Bunun qiyməti həmişə 8 olur. Niyə? Məsələn C 5'dir. 2'yə vurdum 10. Çıxılsın 2'ni də 1'ə vurdum 2. Cavab 8. Məsələn deyir ki, mən başqa ardıcı tək. Ürəyin istəyən birini yaza bilərsən. Məsələn nə yazım? Bura 11 yazım. Bura 13 yazım. Bura 15 yazım. Baxın C 15'dir. 2'ni 15'ə vurdum 30. Düzdür mü? A'da 11'de 2'ye vurdum 22. Bakın fərq yenə 8 edir. Bizə ədədi qiymət tap dediyinə görə cavab olur 8. Belə ifadəni sadələşdirin desəydi, baxın bu şəkildə qalması lazım idi. Amma ədədi qiymət tap dediyinə görə istənilən ardıcıl tək natural ədəd nəzərə alsaq cavab həmişə 8 olur. Növbət baxıram 46-cı sual. Radius 10 olan o mərkəzi çevrədə CE toxunandır. Çevrəni burada çəkim. Demək buradan belə vətər gedir. Demək bu mərkəz. Bura A, bura B, bura E. C. Deyir radius 10 olan o mərkəzi çevrədə CE toxunan və CA kəsən. Demək bir toxunan bir kəsənimiz var. OD və OD YC OD'yə paraleldir. Baxın YC OD'yə paralel. OD budur. Baxın əgər bu düz xəttlər bir-birinə paraleldirsə və bu düz xətt, baxın buraya 90 dərəcə əmələ gətirsə, onda mütləq normaldır. Burada 90 olmalıdır. Bu belə. OD-ni verib bizə 8. Biz demək radiusu buradan çəksək, toxunanla bu da 90 dərəcə əmələ gətirir. Təbii ki, burada 8 olur. Bu da belə. Bizdən BC-ni istəyir. BC. Baxın bizə bura lazım. İndi radius neçə idi? 8'dir. Onda baxın burada 8'dir. Bircədə üzülürsən, radius 8'dir. Bu radius deyil axın. Bizə radius 10 verib. Baxın 10 buradır. Bura 10'sa, baxın neyinirəm. Bunu belə çəkirəm. Buna bir şəkildə çəkirəm. Baxın bu üç bucağa görə, baxın bu üç bucağa görə. Fikir verin. Radius 10'sa, baxın burada 10'dur. Buradan DB'ni x yazıram. Burada x niyə? Bu hündürlük həm midi həm tənbələndi ona görə. Pifagora görə x kvadrat bərabər 100 çıx 64 oldu 36. X oldu 6. Baxın bura 6. Burada 6. BC-ni də bilmirəm. Bir y yazaq.
Buradan artık bir toxunan, bakın bir toxunan bir kəsənə görə getsək nə baş verəcək? Toxunanın kvadratı 8'in kvadratı 64 bərabərdir. Bakın çöldə qalan hissə y, burasının ümumi hissə. Düz buradan bura. Neçə edir o? Y üstəgəl 12 olur. Buradan da artıq olur y kvadrat üstəgəl 12y 64 sağa geçsə oldu mənfi 64 bərabər 0. Toplayanda mənfi 12 vuranda mənfi 64. Biri olur mənfi 16. Biri olur 4. Toplayanda əksi mənfi 12 vuranda mənfi 64. Təbii ki y orada məsafədə olur müsbət 4. Bizə də BC-ni istəyir. Cavab 4 olur. Növbəti baxıram 47-ci sual. Demək 47-də 125'in qüvvətinə loqaritmi 5 əsasdan x bərabər 64'ə. Bu tip suallar çox görmüsünüz. Buraxışda yəni bu suallar yəni şablon demək olar artıq. İndi baxın 125'i yazıram 5'in kubu. Onun da qüvvətində loqaritmi 5 əsasdan x bərabər 64'ə. Düzdürmü? Buradan nə edirəm? Bakın 5'in qüvvətinə 3 vur loqaritmi 5 əsasdan x bərabər 64'ə. Bakın bu xassəni biz gedə bilmərik. Bərabər xassəsi. İlk öncə x'i 3'ə atıram x'in qüvvətinə. Və artıq biz bilirik ki, bakın a'nın qüvvətinə loqaritmi a əsasdan b bərabərdir b-yə. Bu xassəyə görə b qalır. Buradan da 5'ler gelir kalır x'in kubu 64 de 4'ün kubudur. Onda x neye beraber oldu? 4'e. Cevap da 4 olur burada. Növbəti baxıram 48. Bərabəsini ödəyən tabiətlərin cəmini istəyir. Elə hasil demək x çıx 1 5 minus x böyükdür 0. Sual hazırdır. Vuruqlar şəklindədir. İntervalı nəzərə alıram. Demək 1 ilə 5'dir köklər. 0 verəndə bura mənfi olur. Bura müsbət olur. Vuranda mənfi. 4 verəndə müsbət. Vurdum müsbət. 6 verəndə bura mənfi olur. Digər müsbət oldu mənfi. Bizə müsbət lazım 1, 5 aralığı. Heç biri daxil deyil. Ödəyənlər 2'dir, 3'dür, 4'dür. Bunların da cəmi oldu 9. Növbəti baxıram 49'a. İlk 12 natural ədədlə nömrələnmiş 12 kartın olduğu qutudan təsadüfən 2 kart çıxardılar. Çıxarılan birinci kartdaki ədədin sadə, ikinci kartdaki ədədin 4'ə bölünən ədəd olması hadisəsinin ehtimalı tapın. Yəni biz birinci ilk olaraq nə yazaq? İlk 12 natural ədəd dediyinə görə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bax 12'ye qədər nömrələdim. Düzdür? Adam məndən nə istəyir? Demək adam bizdən istəyir ki çıxarır demək. Təsəvvür 2 kart çıxarılır. 12 dənə belə deyək kartdan ikisi mən neçə üsulla seçə bilərəm? Kombinasyon 12'dən 2'yə. İndi baxın biri nə olsun deyir. Çıxarılan birinci kartdaki ədədin sadə. Burada neçə sadə var əlimizdə? 1, 2, 1 nə sadə nə mürəkkəbdir? 3, 4, bir də 5. Baxın 5 dənə sadə var. 5'indən biri sadə olsun. İkinci kartdaki ədədin isə 4'ə bölünən. 4'ə bölünən neçə ədəd var? 1, 2, 3 dənə ədəd var. Demək 3'ündən biri də 4'ə bölünən olsun. Bu qədər. Artıq məxrəc olur 12 faktorial böl 10 faktorial vur 2 faktorial. Sürət olur. Elə 5'dən 1'ə kombinasyon 5 deməkdir. 3'dən 1'ə kombinasyon 3 deməkdir. Bunlar gedir. Burada qalır 11 vur 12. Bu da bundan geçsə məxrəc qaldı 11 vur 6. Sürət oldu 5 vur 3. Bu da bundan gedər 2 qalır. Cavab 22'də 5 olur. Ehtimal 22'də 5. Bu şəkildə. Baxıram 50'yə. ABC üçbucağı verib AB 8, DC 5, A 30, BDC üçbucağının sahəsini istəyir. BDC üçbucağının sahəsini istəyir. Bax diqqətlə qulaq asın, burada yazın bunu. Bax, bura B, bura A, bura C.
Bu şekilde. Bakın bura 30. Bura 8. DC 5. Düzdür mü? A30. Aha. Bize BDC'nin sahasını istiyor. Bakın bize bunun sahasını istiyor. Demek ki buradan bir hündürlüğü indirsem. Bu hündürlük aynı zamanda ABC üçbucağının hündürlüğüdür. Aynı zamanda BDC üçbucağının hündürlüğüdür. Şimdi fikir verin. Bakın bu belə bir düzbucaq üçbucağa nəzər yetirsək, düzdür. 30'un qarşısındakı katet hipotenuzun yarısıdır mı? Bəli, bura oldu 4. Vəssalam. Artıq 4'ü tapandan sonra bizdən bakın bunun sahasını istəyirdi. Elə ki BDC üçbucağının hündürlüyü var. Çəkilən tərəf var və sahəni tapa bilərəm. S bərabər 2'də 1 vurulsun 5 vur 4 oldu 10. Və sahə oldu 10. Növbət baxıram 51'ə. Demək düzbucaqlının deyir perimetrini tapın. Demək fikir verin. OC verib 3x plus 1. Buraya yazım. Üzerinde göstereyim. Bakın bura 3x plus 1. OD 5x minus 7. Burada 5x minus 7. CD'ni bize 10 verip. Bakın buranı 10 verip. Bu düzbucağın perimetrini istəyir. Biz bilirik ki düzbucaqda diagonallar bərabərdir. Və kəsişən hissədə yarıya bölünür. Yəni bura ilə bura bir-birinə bərabərdir. Yəni bura 5x minus 7'dirsə, bakın burada 5x çıx 7'dir. Buradan bura 3x plus 1'dirsə, buradan burada 3x plus 1'dir. Və diagonallar bərabərdir. Toplasam 6x üstəgəl 2 bərabərdir 10x çıxılsın 14'ə. Buradan da sağ sol eləsəm mənfi 4x bərabər mənfi 16x bərabər 4 olur. X'i 4 tapdıq mı? Bəli. Baxın bura bütöv neçə idi? Məsələn AC 4 versəm 24 26 olur. Baxın bura bütöv 26 olur. Pifagora görə buranı tapa bilərəmmi? Baxın belə bir düzbucaqlı üçbucağa görə biz A'nı tapa bilərik. A kvadrat bərabərdir. 26'ın kvadratı 676 çıx 10'un kvadratı 100 oldu 576. A oldu 24. Buradan da perimetre beraber 2 vurulsun 24 üstəgəl 10. Demək 2 vur 34 olur. Bu da olur 68. Demək buranın cevabı 51 68 oldu. Növbəti baxıram 52'yə. Demək 52. Yaşlar nisbəti 3 bölü 5 olan iki qardaşın. Demək bu birinci qardaş olsun. Bu da ikinci kardeş. Böyle 1-2 koyalım da böyle. Bu birinci kardeş, bu da ikinci kardeş. Birinin yaşı 3x, diğerinin yaşı 5x. Çünkü nispət 3 bölü 5'dir. İki kardeşin 6 yıl sonraki yaşları nisbəti 3 bölü 4 olacak. 6 yıl sonra değilse bakın bu kardeş de 6 yaş büyümüş olur diğerden. Ve bunun nisbəti 3 bölü 4 olacaq. Yani 3x plus 6 5x plus 6 bərabər olur 4'də 3'ə. Çarpaz eləsəm, demək 15x üstəgəl 18 bərabərdir 12x üstəgəl 24'ə. 15'dən 12 çıxsam 3x elir, 24'dən 18 çıxsam 6 elir. X bərabərdir 2'yə. Deyək qardaşların indiki yaşlarının cəmi. İndiki yaşları cəmi 8x'dir. X'i tapmışam 2 oldu 16. Demək indiki yaşlarının cəmi oldu neçə? 16. Növbəti baxıram 53'ə. Piramidanın oturacağı katitləri 9-10 olan düzbucaqlı üçbucaqdır. Demək baxın belə bir piramidadır. Oturacaq düzbucaqlı üçbucaqdır. Katitləri 9-10. Piramidanın həcmi 120. Bakın piramidamız bu şekilde. Böyle bir piramida. Piramidanın həcmi 120 olsa deyir onun hündürlüğünü tapın. Piramidanın həcmi nəyə bərabərdir? 3'də 1 S oturacaq vur H. Oturacağın sahəsi düzbucaqlı üçbucaqdır. Katetlərin hasilinin yarısı. Bu oldu 45. Oturacağı tapdıq.
Həcim də verib 120. Demək 3'te 1 vurulsun 45 vurulsun h bərabər nəyə? 120'ye. Bunlar gedir 15 qalır. 120 də 15'e bölündə 8 olur. Bizə də piramidanın hündürlüyünü istəyir. Olur neçə? 8. Demək növbəti baxıram 54'ə. Ədəd silsiləsində ilk n ədədin cəmi SN-dir. Demək S10 çıxılsın S9 bərabərdir 16'ya. S12 çıxılsın S11 bərabərdir 10'a. Sizdən 11 ədədini istəyir bizdən. Demək qulaq. Burada demək fikir verin. Bu ilk 10 ədədin cəmidir. Bu da ilk 9 ədədin cəmidir. Elə S10 demək, baxın, S9 üstəgəl A10 demək deyilmi? Düzdürmü? S9 gedər. Buradan A10'u tapıram ki 16'dır. S12'nin özü S11 üstəgəl A12 demək deyil. Bunlar gedər. Buradan da taparam A12 10. İndi A11 bunların fikir verin. A11 bunlara. Daha sonra bunlar A11'ə qonşu ədədlər olduğuna görə A11 nəyə bərabərdir? A10 ilə A12'nin cəminin yarısına. 16 üstəgəl 10 bölü 2 oldu neçə? 13. Demək bizdən silsilənin 11-ci həddini istəyir. Cavab 13 olur. Növbət baxıram 55'ə. Sonuncu sualımız. Demək, iclas zalındakı oturacakların 20% doludur. Zala 96 nəfər gəldikdən sonra. Demək, belə götürək. Zal nə qədər tutub bilmirəm. X götürürəm. Dolu 20% isə boş olan da 80% olur. Düzdürmü? İlk olarak bu şəkildədir. Hal-hazırda zal bu formadadır. İndi mənə deyək, zala 96 nəfər gəldikdən sonra oturacaqların 60% dolarsa. İndi fikir verin. Hal-hazırda zalda nə qədər var? Bu qədər adam var. Düzdürmü? 20% doluydu. Üzərinə 96 nəfər gələndən sonra zalın 60% doldu. Zal bütöv X idi. 60% doldusa bərabər oldu %60 X'ə. Buradan da artıq olur %60'da 20 çıxanda %40 X bərabərdir 96'ya. 20'ye gedər 2, 20'ye gedər 5. Buradan da X bərabər 96 böl 5'də 2 vur, 2'də 5. Bundan bu qədər qalar 48. 5'ə vuraram, eləyər 240. Zaldakı oturacaqların ümumi sayını tapın. Zalda oturacaq ümumi sayına X götürmüştüm. Cavab oldu nə? 240. Demək bu da sonuncu sual idi. Sağ olun. Hər birinizə uğurlar. İnşallah buraxılış imtahanda da istədiyiniz nəticəni əldə edərsiniz.